etnografik xəritəsi adlı layihənin və eyni adlı saytın təqdimatını açıq elan edərik. Öncə onu demək istəyirəm ki, bizim bu layihə, yəni Bakı İncəsənət Mərkəzinin reallaşdırdığı bu layihə Azərbaycan Respublikası qeyri-hökumət təşkilatlarına dəstək agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilmişdir. Artıq 6 aydan biraz çoxdur ki, biz bu layihə üzərində işləyirik və artıq müəyyən bir nəticələr əldə edilmişdir və bu nəticələrlə sizlə bölüşmək istəyirik. Öncə onu deyək ki, İrəvan mədəniyyəti, İrəvan tarixi və Qərbi Azərbaycan mədəniyyəti haqqında çox sevindirici, yaxşı bir haldır ki, son dövrlər çoxlu sayda elmi araşdırmalar mövcuddur. Çoxlu sayda saytlar mövcuddur. Bu, insanlarımızın, Azərbaycan ictimaiyyətinin, Azərbaycan mədəniyyətinin və mədəni irsinin ayrılmaz bir hissəsi olan Qərbi Azərbaycanın tanıdılmasında çox önəmli bir hadisədir. Yəni, önəmli bir vəziyyətdir. Həm tarixi baxımdan, elmi baxımdan, həm də ictimai şuurun inkişafı baxımından. Və bu boyda materiallar bolluğunda biz fikirləşdik ki, bu materialları əsasında, bu materialları bir sankilik edərək hər bir şəhərin ana ürəyini, onun mayəsini təşkil edən bir mərkəzi haqqında bir xəritə yaradıq, etnografik xəritə. Hər bir şəhərin bir köhnə şəhəri var və o şəhərdə hansı etnos çoxluq təşkil edirsə, o şəhərin də demək yiyəsi, əsl yiyəsi, avtoxton yiyəsi elə həmin etnosun, həmin millətin özüdür. Və ürəyimizdən belə arzu keçdi ki, İrəvanın bir vizual görüntüsünü yaradaq. Sanki insanlarımızı həmin şəhərə səyahətə dəvət edək. Onlar səyahət etdikləri zaman qarşılaşdıqları memarlıq abidələri ilə, istər dini, istər ictimai əhəmiyyəti abidələri sanki önündən keçsin. Yəni, onların xatirəsində, gözləri önündə, təxəyyülündə bu şəhər canlansın. Düzdür, biz bu əsərləri oxuyanda, elmi materialları oxuyanda istər-istəməz canlandırırıq, amma burada bir rəssam yanaşması ehtiyacı duyuldu sanki və layihə üzərində işləyərkən, mənbələrlə tanış olarkən həqiqətən də gördük ki, çoxlu sayda ziddiyyətli məqamlar burada var. Və alimlərimizin köməyi ilə, onların məsləhəti ilə, şəxsən özümüzün bir ictimai əsaslarla araşdırma təcrübəsindən istifadə edərək müəyyən nəticələrə gəlmişik. Mən nə demək istəyirəm? Vacib bir məqamlardan biri odur ki, etnik mənzərənin tərtib edilməsi içində şəhərdə olan Azərbaycan türklərinə və qismən də kiçik xristiyan icmasına məxsus dini və ictimai obyektlərin coğrafi arealı. Bu çox vacib məqamdır. Hansı coğrafi arealı bunlar yayılır? Hansı faiz dərəcələri ilə bunu qeyd eləmək olar? Toponimlər haqqında məlumatlar istifadə edilmişdir. Nəticədə tarixi faktlara əsaslanaraq təsdiqlənmişdir ki, 16-cı əsrin əvvəllərində əsası qoyulmuş şəhərin həm yaradıcısı, həm də 3 əsrə yaxın dövr ərzində əhalisinin böyük əksəriyyətini etnik tərkibci Azərbaycan türkləri təşkil etmişdir. Layihədə bir daha o da vurğulanır ki, Azərbaycanlar sadəcə bir şəhər yaratmamışlar. Onlar İrəvanın timsalında memarlıq və şəhər salma baxımından Qafqazın incisini yaratmışlar. Biz araşdırmalarımızı nədən başladıq? Təbii ki, ilk növbədə müraciət olunmalıydı, axtarılmalıydı xəritələr. İkinci, Avropa, Rus səyyahlarının, tarixçilərinin qravürləri. Yəni, görək, burada onların çəkdikləri əsərlərdə nə olur? Plus, onun da üstünə gəl, orta əsr miniatürləri. Amma miniatürlər və qravürlərin bir çatışmayan cəhəti var. Onlar rəssam təxəyyülünün, həm də rəssam təxəyyülünün məhsuludur. Onlar sırf belə dəqiqliklə, riyazi dəqiqliklə bu qalanı işləmirdilər.
onların işlədikləri bir rəssam olaraq, müstəqil olaraq yanaşmalardır. Və burada çoxlu müəyyən yanlışlıqlar da istisna deyil. Amma araşdırdığımız və rast gəldiyimiz bir xəritə var ki, o bizi çox maraqlandırdı və bütün xəritələr arasında daha dəqiq xəritə kimi görsəndi. Bu, İrəvanın işğal olunması üçün Rus zabiti Pottonun yaratdığı, çəkdiyi xəritədir. Dəqiq, topografik bir xəritə. Və bu xəritədə Potton xəritədə olan obyektləri Latın hərfləri ilə sıralanmış və hər hərfin qarşısında yerləşən obyektlərin adını yazmışdır. Təbii ki, Potton bu xəritəni işləyərkən kimsə qala içərisindən ona məsləhət vermişdir. Çünki qala alınmamışdır. Uzun müddət gedən Qacar Rus müharibələri zamanında İrəvan sonuncu şəhər idi, sonuncu xanlıq idi ki, yıxıldı, tabi oldu. Və içəridən verilən məlumatlar əsasında belə bir xəritə yaradılmışdır. Və bu xəritə daha real, İrəvan qalasının daha real mənzərəsini əks etdirir. Biz bu xəritəni əsas olaraq götürdük və xəritədə qeyd olunan bu abidələri bir-bir çeşidləməyə başladıq. Maraqlı məqamlar da bundan sonra başlayır. Məsələn, xəritədə A hərfi altında yalnız 2 nöqtədə lokasiya qeyd olunur. Yəni 2 məscid qeyd olunur. Tarixi araşdırmalar göstərir ki, şəhərdə məscid çox olur. Məsələn, Şardenin qeydlərində qeyd olunur ki, 8 məscid var idi, 4'ü dağılmışdı, 8'i mövcud idi. İvan Chopin'in Rus tarihçisi, onun əsərlərində deyil ki, yenə bir 8 məscid var idi. Bəs yaxşı, mənbələrdə 8 məscidin olduğu bəlli olursa, niyə görə İrəvan qalasında yalnız 2 məscid verilir? Və burada belə bir sual yaranır. Bu da bizim qarşımızda duran araşdırma obyektidir. Neçə məscid qalanın içərisində idi və neçə məscid Bayır şəhərdə idi? Bu haqda tarixi mənbələr konkret bir söz demir. Bu qalamızda duran bir məsələ idi. Və bir araşdırma apardıqdan sonra bəlli olur ki, qalada konkret olaraq 4 məscidin adı çəkilir. Mən indi istəyirəm sizə zəhmət olmasa abidələr papkasına girək. Abidələr, məscid deyirəm, məscidlər. Demək, məscidlər haqqında bizim bu saytımızdır, saytımız işləyir və saytda bir giriş məqaləsi ilə ümumiyyətlə məscidlər haqqında bir məlumat verilir. Və məlumatlardan belə nəticə çıxardır ki, demək, yəni bizim nəticələrimiz 4 məscid haqqındadır. Xahiş edirəm, bir məscidləri qoyurlar. Demək, Sərdar Abbas Mirzə məscidi, zəhmət olmasa, bəli. Sərdar məscidi tarixi haqqında çox yazılır, siz onu bilirsiniz. Amma burada yenə də tədqiqatçılar arasında belə bir çaşqınlıq yaradılır. Məscidin ilk rəsmi çəkilir 1833-cü ildə Dubois de Montpellier tərəfindən, 1833-cü ildə. Bəzi mənbələrdə deyək ki, 1843'də göstərilir. Amma bizə elə gəlir ki, bu yanlışdır. Niyə görə? Uzun bir məsafəni qısa bir müddətdə qət eləmək çox çətin olur. Avropa kimi səyyahlar üçün. Bu, indiki zaman deyil, təyyarə bileti alasan, uçarsan. Səyyah bir dəfə gəlir. Bir dəfə tədqiqat aparır və bir dəfə rəsm çəkir. 40-cı illərdə onun kitabı çıxır. Amma onun Sərdar məscidi və sonradan Göy məscidi işlədiyi o rəsmlər 1833-cü ilə aiddir. Xahiş edirəm, o Sərdar məscidi yenə gəlsin. Girmək olur Sərdar məscidinin orada.
Və demək, Dibois de Montpellier'in işlədiyi o məşhur gözəl bir məscid var, onun həyəti. Orada məscidin 2 minarəsi var. Sonradan çəkilən bir dənə də fotoda məscid 2 minarəli deyil. Artıq məscidin minarəli dağılmışdır. Bəli, məscidin minarəli dağılmışdır, amma onun minarəsinin olması bu faktdır. Nəyə görə mən bunun üzərində belə dəqiqliklə yanıram? Sonraki çıxışlarında mən bunu əsaslandıracağım. Sərdar məscidinin yeri təbii ki, mənbələrdə də qeyd olunur ki, demək, bu Fotonun xəritəsində də Sərdar sarayının qənşərində, yəni qala tərəfdə olan hissəsinin düz qabağında yerləşir. Bu da məntiqdir. Sərdar məscidi və Sərdar sarayı və Sərdar məscidi. Onun yerləşdiyi məkan. Və biz həmin məscidi öz tərtib etdiyimiz xəritədə bax, burada yerləşdirmişik. Və burada da o yenə də A hərfi altında qeyd olunur. İkinci, Şah Abbas məscidi. Şah Abbas məscidi yenə də tədqiqatçıların, bəzi tədqiqatçıların əsərlərində səhv göstərilir. Niyə görə? Məscidin günbəzi Abbas Mirzə məscidinin günbəzinə çox oxşayır. Amma Abbas Mirzə məscidinin günbəzi mavi rəngdə kaşı ilə bəzədilir. Bizim əlimizdə bir foto var. O fotoda demək, Zəngi çayı tərəfindən çəkilmiş fotoda 2 dəqiqə mən görünür. Bu, demək, Abbas Mirzə məscidinin planıdır. Abbas Mirzə məscidi. Sərdar məscidi, Abbas Mirzə məscidi. Səhvən ona Şah Abbas məscidi dedilir, amma bu düzgündür. Şah Abbas məscidi ayrıca bir məscidi idi və o düzdür. Fotonun xəritəsində Şah Abbas məscidinin lokasiyası qeyd olunmayıb. Və 4-cü məscid olan, Qalaş içərisində olan 4-cü məscid olan Rəcəb Paşa məscidi də fotoda qeyd olunmayıb. Bizim fikrimizcə, foto o xəritəni eləyərkən əsas strateji obyektləri qeyd edib. Yəni, bunu ancaq bu ilə izah eləmək olar ki, niyə görə? Məscid qala içərisində bu qədər məscid olur, o yalnız 2 məscidin yerini təyin edib. Yaddan çıxartmamalıyıq. Bu işğal planıdır. İşğal xəritəsidir. Və işğal xəritəsində o əsas strateji obyektləri qeyd eləməliydik ki, biz bunu ancaq bu ilə izah edilmək. Yalnız 2 yerdə qeyd olunur. Beləliklə, siz indi xahiş edirəm, demək, Abbas Mirzə məscidindən sonra xahiş edirəm, Şah Abbas məscidini burasız. Şah Abbas məscidini. Şah Abbas məscidi və fotoları zəhmət olmasıdır. Zəhmət olmasa Şah Abbas məscidinin fotolarını. Demək, Cəbir Cümlətanın bir fotosu çatıb bizə. Digər bir fotomuz bizim var. Şah Abbas məscidi. Zəhmət olmasa fotoları burunda. İnternet zəifdir. Neyse. Bir foto var. O sayta siz gələndə siz görəcəksiniz. O foto çəkili. Bax, bu nöqtədən. Məşhur fotodur. Bu fotoda həm Sərdar sarayı göstərir, həm də ki, burada bir günbəz var. O günbəz Abbas Mirzə məscidi ola bilməz. Çünki Abbas Mirzə məscidi qalanın içərisində idi. Mənbələrdən belə məlumdur ki, həmin məscid Şah Abbas Sərdar sarayının sağ hissəsində, şərq hissəsində yerləşir. Şərq hissəsində. Və aşağıdan çəkilən fotoda həqiqətən də şərq hissədə bir günbəz var.
O şəkli böyüdəndə biz görürük ki, həmin günbəzin kaşı bəzəkləri əlimizdə olan yeganə Şah Abbas məscidinin kaşı bəzəkləri ilə eynidir. Digər tərəfdən mənbələr Şah Abbas məscidinin minarəsi olması haqqında mən heç nə demir. Bir dəfə, bax, budur, xahiş edirəm. Fikir verin, bax, bu günbəz ki var. Bax, bu günbəz bizim ehtimallara görə Şah Abbas məscidinin günbəzi var. Qalsın hələlik bu. Bu xəritə qalsın hələlik. Məscidin minarəsi haqqında məlumat yoxdur. Və bu məntiqi görsənir niyə görə? Deyilənə görə həmin məscidin memarı eyni adlı 1606-cı ildə Gəncədə tikilmiş Şah Abbas məscidinin həm də memarıdır. Gəncədəki Şah Abbas məscidi də tikildiyi zaman minarəsiz tikilib. Onun qarşısında olan o qoşa minarə sonraki dövrlərdə tikilib. Şah Abbas məscidi həm İrəvanda, belə məntiqi nəticə çıxartma olar ki, Gəncədə olduğu kimi İrəvan şəhərində də Şah Abbas məscidi minarəsiz olur. Üçüncü məscid, xahiş edirəm Rəcəb Paşa məscidini qoyun. Ümumiyyətlə indiyənəcən ilkin obrazı olmayan Rəcəb Paşa məscididir ki, o da qala içərisində olub və tədqiqatçılar yazırlar ki, artıq Rus işğalından sonra həmin məscid Rus Pravoslav kilsəsinə keçirilib. Ona görə onun ilkin obrazları yoxdur. Biz bir sənət adamı olaraq, rəssam olaraq öz tərəfimizdən onu vizuallaşdırmışıq və ehtimal edilən belə bir görkəm vermişik. Çalışmışıq ki, burada həm Səfəvi memarlığı, həm də ki, Osmanlı memarlıq ənənələrini əks etdirək və tamaşaçının ixtiyarına buraxaq. Ola bilsin o buyla razılaşsın, ola bilsin razılaşsın, amma bu bizim bir versiyadır. Bu bizim bir versiyadır ki, məscid nə cür ola bilərdir. Və bunun bizim kompüter qrafik ustaları 4 tərəfli təsvirini verib, saytda bunların hamısı var. Rəcəb Paşa məscidi, xahiş edirəm, bir dəqiqə, bax bu həmin məsciddir, bunun demək Pravoslav kilsəsi olduğu zaman. Deyilənə görə günbəzlər qalır, günbəzin üstündə ay ulduz götürülür və kilsə zəngi və xaç işarələr olur. Xahiş edirəm, demək, bir də gedəsiz, tamam. Bu çox nadir fotolardan biridir, çox güman siz də tanırsınız. Pravoslav kilsənin içərisidir. Bu ikonostas hissəsidir. Memarlıq əlinə fikir görür, təmiz Osmanlı memarlığı ənənələrində tikilmiş bir məscid. Və bu da onun içərisi. Xahiş edirəm, bir dəqiqə, İndi qalır məscidin yerinin təyin olunması. Yenə də biz bu fotoya gəlirik. Fikir verin, həmin o Pravoslav kilsənin görünüşü. Bu, Zəngi çayı tərəfdən İrəvan qalasının cənub hissəsində Təbriz qapıları hissəsində olan məsciddir. Və biz müasir Google xəritələrinə baxdıq. Həqiqətən də Yerevan şəhərinin Google xəritəsinə baxanda orada Rəcəb Paşa məscidinin yeri elə həmin bax bu yerdə kimi qeyd olunur. Deməli, biz Rəcəb Paşa məscidinin də yerini təyin etmək mümkün oldu və biz öz xəritəmizdə həqiqətən də o məscidin yerini bax burada bu işarə ilə qeyd etmişik. Və bu demək artıq eskizlər ki, işlənilib. Xahiş edən bir eskizləri göstərəsiniz. Bir gedəsiniz. Bu minarəsidir. Zəhmət olmasa. Bu artıq kompüter qrafikası vasitəsilə hazırlanmış versiyadır. Demək, örnəklərdir. Bu kənardan görülmüş. Beləliklə, biz gəlirik İrəvan qalasında olan 4-cü məscidə. 4-cü məscid Göy məsciddir. Talib elə gətirdi ki, Göy məscid günümüzəcən gəlib çatdı. Çox yaxşı ki, gəlib çatdı. Və Göy məscid, əlbəttə ki, bəlkə də İrəvan məscidlərinin şahıdır. O böyüklükdə, o möhtəşəmlikdə, o memarlıq əzəmətində bəlkə Şimali Azərbaycanda belə bir məscid tapmaq çox çətindir. Və biz yaddan çıxartmamalıyıq. İrəvan digər Azərbaycan şəhərlərinə nisbətən cavan şəhər olduğuna görə o yenidən tikilir. Və
tikilən zaman Səfəvi memarlığının ən yüksək, Səfəvi intibahının, Azərbaycan mədəniyyəti intibahının ki, Səfəvi dövrü olur. Burada sənət növlərinin inkişafı olan bir zaman olur. Miniatür sənəti, memarlıq, xalçaçılıq. Və burada Səfəvi memarlığının ən gözəl nümunələrində tikilən bir şəhərə dönür. Elə biz nəzərə salsaq deyək ki, Abbas Mirzə məscidi, Şah Abbas məscidi və Göy məscid. Xahiş edirəm, Göy məscidi buyurun. Yox, Göy məscidi xahiş edirəm. Bu, bizim tərəfimizdən işləmiş, belə bir fotolar əsaslı. Göy məscidin kəsimini xahiş edirəm. Yuxarıda məscidin giriş məqaləsində, yuxarıdadır. Məscidə giriş məqalədə, orada uzun bir məscidin şəkli var. Yuxarı, biraz yuxarı, zəhmət olmaz. Yuxarı qalxa bilərsiniz. Biraz kəsim, ha? Gecikilən, yaxşı, eyb yox. Deməli, Göy məscid. Göy məscid ətrafında da araşdırmalara baxanda birinə bir balaca ziddiyyətli məqamlar var. O da ziddiyyətli məqamlar nədən qaynaqlanır? Gəl, saxlayın bunu. Xahiş edir fotonu saxlayın. Müxtəlif rakurslardan fotosu bugünkü günəcən gəlib çalmış məscid çox zamanlıdır. Başqa adlarla verilir. Amma əslində eyni memarlıq quruluşuna malik olan bir məsciddir. Bəli, orada müəyyən dəyişikliklər olur, amma o dəyişikliklər bir məscid üzərində aparır. Məsələn, internet açır, bax, fikir verir. Məscidə girişin portalıdır. Ən ilkin fotolarda bu portalın fikir verirsiniz, kaşı bəzəkləri var. Ən ilkin fotolarda kiçik minarəsi də var. Bu biri fotolarda, artıq 20-ci əsrin əvvəlindəki fotolarda, bu kiçik minarə, bəl, fikir, saxla biliriz. Bax, fikir verin. Artıq burada portal yoxdur. Portal dağılır. İkinci tərəfdən, saxlayın, xahiş edir, saxlayın. Məscidin əsas günbəzinin yanında olan günbəzlər ya taxta ya da dəmirlə örtülüdür. Amma bax, mən indi burada bir foto demişdim, ən ilkin fotolarda bu örtülmə yoxdur. Məsələn, ikinci bir müqayisəli məqam, insanları tədqiqatçılar da çatdırır. Məsələn, fikir verin, əsas günbəzin naxış kompozisiyasına. Burada gedir nəbati naxış, burada gedir həndəsi naxış. Eyni məsciddir. Belə ehtimal eləmək olar ki, müəyyən rekonstruksiya məruz qalan məscid 20-ci əsrin əvvəllərində və onun həndəsi naxışları sökülərək nəbati naxışlarla əvəzlənir. Və bu da bizim müəyyən araşdırmacıları çaşdıran bir məqama dönür. Çünki biz kitabları açıb, çoxlu sayda mənbələri biz araşdırdıq və eyni məscidin bir neçə adla olduğunu gördük. Amma ola bilməz, bir məscidin memarlığı o bir məscidin memarlığına bənzəməməlidir. Hamısı individual olmalıdır. Özü də ki, Göy məscid kimi iri bir məscid. Ümumiyyətlə, Göy məscidin maştabı adada biraz təəccüb doğurur. Niyə? Şəhər qala özü çox balaca idi. Faktiki içəri şəhərdən də biraz balaca idi. Heç minə deyildi. Amma bu boyda şəhərdə, bu böyükdə bir məscidin olması, bu məscid böyük bir mədəniyyət mərkəzləri üçün hesablanmış bir memarlıqdır. Amma İrəvanda bu tikilir. Və bu fərqləri biz araşdırıb, özümüz üçün təyin edəndən sonra müqayisəli fotoları verdik və həqiqətən də bir müxtəlif, fikir verirsinizmi burada? Bax, fikir verirsiniz. Dağıqlıq burada. Bu məscidin girişi, bax, bu həmin portaldır. Həmin portalın yan tərəfdən fotosudur. Eyni minarədir. Heç bir dəyişikliyə məruz qalmamış. Amma portal hissəsi dağılır artıq. Sonradan bu hissədə götürülür. Bu hissədə yoxdur. Burada artıq, görürsünüzmü? Bax, bu köməkçi minarə yoxdur burada. Bu köməkçi minarə burada yoxdur. Artıq dağılır. Ümumiyyətlə, dini abidələri zaman-zaman rekonstruksiya məruz qalması bu normal bir haldır. Bizim vəzifəmiz, araşdırmacıların, tədqiqatçıların, memarların, alimlərin vəzifəsi bütün bu zənciri ayırt edib, vahid bir sepət, vahid bir zəncirə,
bütün həlqələri birləşdirib vahid bir zəncir formasında bunu təqdim etmək. Və demək, aşağı zəhmət olsa aşağıdan bir də qısasını, bu da bəllidir sizə. Göy məscid, fikir verir burada. Artıq o, bax burada fikir verir, saxlıq, xahiş edin saxlıq. Bax burada həndəsə ornamentlərdir. Amma burada yenə yan günbəzlər örtülür. Yan günbəz örtülür şəkildə. Sonradan fikir verirsiniz, artıq dağıntısı var bunun. Sonradan bu da dağıtılır və bunun yerinə nəbati ornamentlərlə kaşı bəzəkləri gəlir. Bu bizim, xahiş edin, bizim eskizlərlə də gəlir. Bu demək, rəssamlar tərəfindən hazırlanan variantdır ki, ilkin variantda həndəsə ornamentlərdən bu məscidin günbəzi nə cür görsənə bilərdir. Sonradan demək, bax bu göy məscidin kəsimləridir, fikir verirsinizmi? Planıdır. Yan tərəfdən, hər iki yan tərəfdən bu portal hissəsidir. Rəngli versiyadır. Zəhmət olmasa girdin, artıq tamam, bəli. Bu da arka hissəsidir. Bu planlar olunarkən biz real fotolara əsaslanmışıq. Real proporsiyalara əsaslanmışıq və belə bir ehtimalımızı iləri sürmüşük. Ola bilsin ki, gələcək tədqiqatçılar bundan bəhrələnə bilsinlər. Yaxud öz versiyalarını versinlər. Amma bu bizim bir təşəbbüsdür də. Belə təşəbbüslər çox olmalıdır. Məhz təşəbbüslərin çoxluğu nəticəsində, müqayisəli həlli nəticəsində həqiqətlər üzə çıxardır. Deməli, məscidləri aid etdikdən sonra biz gəlirik qala divarına. Xahiş edirəm, qala qapıları bölümünə gəlir. Saytda geniş məlumat verilir, mənbələrdən istifadə olunur, neçə bölgü olur, harada xəndəkləri olub. Demək, Cəfər müəllimlə, Cəfər qiyası ilə bizim Görkəmdə akademiklə biz məsləhətləşdik. O dedi ki, xəndək iki qala divarı arasında ola bilməzdir. Niyə görə? Və su dolu xəndək. O dəmir çaydan ki, çayın suyun ki, mənbələrdə yazılıb ki, qalanın ətrafına doldurulub. O iki qala divarı arasında ola bilmədi, çünki o qala divarının özünü yuyub aparmalıydı. Su, o xəndəkli su, olur ancaq xarici, dış divarda, bax bu hissədə. Və burada üç qala divarı, qala qapısı olur. Təbii, Pontonun da xəritəsində, bax burada F hərfi altında yazılır. Var orada qapılar. Qapılar iki yerdə verilir. Burada F və burada. Üçüncü qapı yoxdur. Xahiş edirəm Taverniyenin, saxlayın. Baxırıq Taverniyenin qrafindən. Bilirsiniz mi? Taverniyenin qrafində bürcün altında qapı var. Bu bizə əsas verir ki, üçüncü qapının, yəni körpü qapısının məhz, bax, bu bürcdə olduğunu deyək. Deməli, həqiqətən də körpü qapısı körpüyə açılan hissədə olmalıdır məntiqlə və Taverniyenin qrafikasında bu açıq-aşkar qeyd olunur. Xahiş edirəm, indi qala divarından biz keçək xristiyan abidələrinə. Bu da çox vacib məqamdır, çünki əgər biz deyiriksə ki, etnik mənzərə biz burada göstərməliyik. Hansı etnoslardan söhbət gedir? Etnosların fərqi nədən ibarətdir və faiz dərəcəsi nədən ibarətdir? Xahiş edirəm, bu Taverniyenin qrafikidir. Xahiş edirəm, saxlayın. Deməli, biz mənbələrə baxanda xristiyan abidələri axtarış aparır. Birincisi, Pastor nə yazır? Fikir verir. Müqəddəs Georgi kilsəsi və Müqəddəs Anna monastırı. Birinci onu deyim ki, heç bir tarixi mənbədə Müqəddəs Anna monastırının İrəvan qalasında olması haqqında bir dənə də məlumat yoxdur. Nə Rus dilli Wikipediyada mənbələrdə, nə Azərbaycan dilli. Amma Müqəddəs Georgi kilsəsinin olduğu Azərbaycan dilli Wikipediyada da var və mən onu oxumaq istəyirəm. Xəritədə C hərfi altında Müqəddəs Georgi kilsəsi
və Hır hərfi altında müqəddəs Anna monastırı qeyd olunmuşdur. Hal-hazırda münasir İrəvan şəhərində müqəddəs Georgi altında tarixi kilsə mövcuddur. Hal-hazırda var. Lakin heç bir tarixi mənbədə 19-cu əsrin əvvəllərində İrəvandakı müqəddəs Anna monastırı haqqında nə vizual, nə də yazılı məlumat yoxdur. Xəritədə il hərfi ilə qeyd edilmiş erməni kərvansarayı haqqında da nə yazılı, nə də vizual məlumat yoxdur. Amma belə bir kərvansarayının olması şübhə doğurmur. Çünki qalaya gələn, bu çox vacib məqamdır, qalaya gələn erməni tacir və zəvvarların müvəqqəti məskunlaşması üçün onlara məxsus kərvansarayının olması məntiqidir. Əgər yerli əhali üçün kərvansaray lazım deyil, yerli əhali öz evində yaşayır. Məsələn, Bakını götürək. İçəri şəhərdə Multani və Buxara kərvansarası var. Multani kərvansarası Hindistandan gələn tacirlər üçündür, Buxara kərvansarası Türkistandan. Eləcə də erməni kərvansarası əgər burada varsa, bu bir daha sübut edir ki, İrəvan qalasındakı ermənilər əsas etibarilə şəhərin yerli sakinləri olmayıb, oraya ticarətlə məşğul olmaq üçün və müqəddəs məkanlarını ziyarət etmək üçün gəlmiş insanlardır. Və Jean Charbel yazır ki, xristianlar əsasən bura ticarət üçün gəlirmişlər. Və keçirik artıq, bir dəqiqə, və Taverniyenin ikinci bir xəritəsi var. Orada İrəvan qalasından, bax bu İrəvan qalasıdır, kənarda bir manastır yazısı var, bu yazılarda var. Bizim ehtimalımıza görə, həmin ola bilsin ki, Portdonun xəritəsində o manastır elə məhz Taverniyenin xəritəsindəki qeyd elədiyi qaladan kənar olan bir ərazidir. Portdo ümumiyyətlə, yalnız İrəvan qalasının içərisini işləmir. Burada Sərdar bağı ki var, qaladan kənardadır. Məsələn, burada bir bürc olur. O bürc hansı formada olur, bilinir. Amma Portdonun xəritəsində var. Burada demək dəyirmanlar və rəfmanlar. Onların çəkini tapmaq mümkün olmadı. Və bir xahiş edən digər papkasına da girək və buralarda yekunlaşırlar. Digər papkası. Saytlı digər papkası var. Bu papkada biz əlimizdə olan materialları deyək, İrəvan şəhərində istər qala içərisində, qala xaricində olan əlimizdə bugünkü materialları əsasən kərvansaraların, bazarın və hamamların nə cür olmasını insanlara bildirmək istəyir. Məsələn, bu xahiş edən bir də Qaqarin əsərini göstərir. Bu xahiş edən saxlayılmalıdır. Rus Rəssamlıq Akademiyasının direktoru Grigori Qaqarinin 1847-ci ildə işlədiyi əsərdir. Fikir verirsiniz mi? Qapalı bazar, görün nə boyda bazardır, görün nə boyda böyük ərazini əhatə edir. Bu cür bazarlar Ərdəbildə olur, bu cür bazarlar Təbrizdə olur. Bu cür bazarların bir hissəsi Naxçıvanda olur, qapalı bazarlar. Bax, bu bazarın tipi, bu bilinmir, bu qala içərisindədir ya qala xaricində. Amma biz bunu özümüzə borc bildik ki, tamaşaçı, bu vizual səyahət edən tamaşaçı kərvansarayın, bazarın nə cür olduğunu bilsin. Və xahiş edirəm digər fotoları. Məsələn, bu şəhər kənarından olan hamamdır. Bu bəylərin evi, bəy evləridir. Bu Zəngli çay üzərində olan körpüdür. Sonra xahiş edirəm, bir də saxlayın. Çox maraqlı fotodur. Göyməkçidir və bazar meydanıdır. Və xahiş edirəm, indi orada biz 1827-ci ilin videosu var. 1927-ci il. Xahiş edirəm, o videonu qoyun, orada çox maraqlı görüntülər var. Kərvansara 27-ci il. Sərdar kərvansara. Çox güman ki, qala içərisində olur. Əşar kərvansarayı bilindir. Qaladan kənarda olub ya qala içərisində. İşini söndürə bilərsiniz. Yaxşı görürsünüz.
İşiniz zəhmət olması yandırın. Beləliklə, hörmətli təqdimat iştirakçıları, gördüyümüz işləri sizə təqdim etdik. Saytda siz buna daha rahat baxa bilərsiniz. Saytda müəyyən bir qeydlər üçün imkanda var. Kimsə fikrini yazsa, kimsə bir təklifini versə, il ərzində bu sayt işləyəcək, fəaliyyətdə olacaq. Və ümid edirik ki, İrəvan haqqında olan araşdırmalar arasında bu da öz yerini tutacaq. Çox sağ olun, diqqətinizə görə. Bəli. Mən bir tutarımda Sonra deyərik. Mənbələri deyərik sonra. Gedək. Əgər kimisə bəlkə sualı var, biz cavablandırmağa hazırıq. Bəli, buyurun, Əli bəy. Rəfail bəy, demək ki, Göy məscidlə bağlı mənim bir neçə araşdırmam var. İrəvanın istiladan qabaqki belə deyək, portretini işlədim. Obrazını, bəli. Bəli, o həyat, orada məscidlər falan biraz araşdırma vardı. Orada Göy məscidlər qapılar çoxdur. Yəni Göy məscidin şimalında cənub qapısı, bazar tərəfə açılan qapısı, bazar meydanına. Ona görə bu bəzi fotolarda o tədqiqatçını çaşdırır. Sonra deməli, bundan nə demək istəyirəm? Düz o qədər rekonstruksiya olub ki, orada gah dəmir vurublar, gah həndəsini, mən sizdən razıyam, həndəsini götürüb naxışları, kaşıları nəbati eləyiblər. Yəni, o dövrdə İrəvan tam türksüzləşməmişdi. Varlı insanlarımız var idi. Düz 1917-ci ilə qədər onlar təmirə pul qoydular. Hətta 1914-də bir dənə də məscid inşa olundu. Ən axırıncı məscid 1914 Birinci Dünya Müharibəsi ərəfəsində inşa olundu. Bax, bir də Göy məscid haqqında nə demək istəyirəm? Gerçəkdən nəhəng bir fikir olmadı. Amma bugün qalan Göy məscid demək olar ki, onun onda biri. Söhbət nədən gedir? Göy məsciddə bir neçə mədrəsə olur. Göy məsciddə karvansara olur. Yəni, qonaqlar, indar qonaqların yaşaması üçün müxtəlif haqqını xahiş edirəm. Nəzərə alarsın. Çox sağ olun, Əli bəy. Mən sizə bir şey deyim. Burada internetin zəifliyindən bütün foto materiallara biz baxa bilmədik. Siz xahiş edirəm, Göy məscid qovluğunun yerin, orada Göy məscidin bütün divarlarının fotosu var. Sağ, sol divarı, arxa tərəfi və üzbəüz tərəfi. Bəli, deməli, Göy məscidin minarə tərəfdən bir girişi var idi. Yan divarlardan hərəsində bir giriş var idi. Və üzbəüz tərəfdə də bir girişi var idi. Bu fotolarda açıq aydın görsənir. O fotolarda hücrələrin sayını da bilmək olur. Bəli, siz dediyiniz karvansara da var. Fotolara baxın, ilki fotolarda. O karvansaralar çox güman ki, neçədə bitişik bir tikili idi. O tikililər var. Yəni, taxtalara baxanda siz o qovluqları açıb baxanda, orada müxtəlif nöqtələrdə çəkilmiş fotolardır. O zat bilir ki, bu karvansaradır. Bir də Rafael mənlə razılaşacaqsınız. Gerçəkdən İrəvan Xan Sarayı, Sərdar məscidindən özləri, müasir Şəki Xan Sarayının çox böyük, çox gözəl forması. Mən sizə daha artıqını deyim. Cəfər Qiyası mənə dedi ki, İrəvan Sərdar Sarayının bəlkə o maştabda, o gözəllikdə, o böyüklükdə heç Cənubi Azərbaycanda da yox idi. Qacarlar dövrü mədəniyyətini əgər biz götürsək, İrəvan Sərdar Sarayının oxşarını tapmaq o zaman Qacarlar dövləti ərazisində də elə bilər, yəni ki, tez-tez rast gələn bir tikili deyildi. Həqiqətən də məsələn, bax, İrəvana belə, mən özüm şəxsən virtual səyahət elədim ora. Belə adam həm sevinir, bilmir sevinsin, bilmir kədərlənsin ki, o boyda mədəni irs yoxdur. Sevinirsən ki, yaxşı ki, bütün bu materialları əldə edib, ictimaiyyətə çatdırmaq olur və insanlarımız maarifləşir. Heyfslənirsən ki, bunlar dağıdılır. Və bir şeyə heyfslənirsən, şəxsən mən öz adımdan deyirəm. Azərbaycan mədəni irsi bütöv halında öyrənilməmiş qalır. Azərbaycan mədəni irsi yalnız indiki Azərbaycan Respublikası çərçivəsində deyil. Rusiya ərazisində Azərbaycan mədəni irsi öyrənilməmiş qalır.
Dərbəndə qədər olan böyük bir ərazi. Gürcüstan ərazisində Azərbaycan mədəni irsi öyrənilməmiş qalıb. Cənubi Azərbaycan haqqında fragmentar biliklərimiz var, amma böyük bilgilərimiz ictimaiyyətə çatacaq ki, bu dərsliklərdə də olsun və s. Bu həcmdə yoxdur. Biz Azərbaycan deyəndə elə Azərbaycanı indiki bu Naxçıvandan ayrılmış bir, Azərbaycanın əsas torpaqlarından ayrılmış bir anklav şəklində qəbul edirik. Azərbaycanın Respublikasının indiki. Bu yanlışdır. Bizim də istədiyimiz odur ki, biz Azərbaycan deyəndə, Azərbaycan mədəniyyəti deyəndə, biz Azərbaycan mədəniyyətinə, mədəni irsinə bütün baxaq. Sanki yuxarıdan, kosmosdan baxanda biz onu yalnız bizim sərhədlərdə deyib daha geniş görürük. Çıxışlar olacaq. Bəli, əlbəttə olar. Nəsə demək istəyirsiniz? Yox, çıxış eləmək istəyəm olacaq mı? Əlbəttə, siz buyurun gəlmək. Yox, suallar da ki var. Sual var, belə. Bəli. Sualınız var mı? Bəli. O da mikrofonu verə bilərsiniz. Sizin bu tərcümatda çox maraqlı materiallar var. Maraqlı materiallar var. Onların bəzisindən necə çıxdığım kitabında əks olunub. Çox sağ olun, siz də o tədbirə gəlmişdir. Sərdar Sarayı ilə bağlı məlumat verə bilərəm ki, orada Təbrizli boydan olan memar divar sürəsinləri işləyir və Şəki Xan Sarayı ilə çox oxşardır. O divarların bəzəkləri demək olar ki, 90% bərpa olunub. Bütün rəssamların fotoları əsasında və orada doğrudan unikal təsvirlərdə və zənginliyi ilə Şəki Xan Sarayını üstəliyib belə. Əgər bu qalsaydı, 14-cü ildə məhv olmasaydı, çox gözəl saray olar. O ki, qaldı sizin göy meçiddən danışdığı şəxsin adını bilməm, təəssüf olsun. Göy meçid təəssüf olsun ki, İran memarları tərəfindən bərpa olunanda onun Azərbaycanlara xas olan dəyərləri məhv edilmişdir və hazırda 99 illik İran səfirliyinə arenda verilir istifadəyə. Və onu fars meçidi kimi bütün məlumatlarda tətbiq verirlər. Onun bərpasını bayraq öyrənmələrinə gəldirirlər ki, biz müsəlmanların amirlərini məhv edərik. Halbuki səhv edərsə 63 meçiddən cəmsi ikisi qalır. Şah Abbas meçidinin yerində onlar göydələnlər tikiblər və onun yalnız bir divarı qalır. Bir meçid məhəllənin içindədir, düzdür bərpa edirlər, amma elə bir yer sözü də qeyd edir ki, onun memarlı xüsusiyyətləri təəssüf ki, itirilir. Sonra siz qeyd edədiyimiz müəlliflərin əsərləri doğrudan sizə böyük təşəkkür ki, siz onu elə hazırlanmışsınız və plan şəkilində verirsiniz çox dəqiq. Çünki onlar müxtəlif yerlərdə, müxtəlif kitablarda tərəkkətli şəkildə verilir. Keyfiyyəti çox zəif olur, yəni ki, biz dizaynerdən işləyəndə çox bir kitaba salabilmək üçün mümkün deyillər beləmək. Qala planlarından da danışılıb 3 dəfə dəyişib, 3 dəfə genişlənib, zənginləşib və onlarda göstərilən memarlıq abidələri bir də sübut edib, orada heç bir kilsə o dövrdə olmayıb. 1828-ci ilə qədər İrəvan ərazisində heç bir kilsə inşa olunmayıb. Rusiya tərkibinə daxil olandan sonra orada bir meçid, Rəcəb Paşa meçidi kilsəyə çevrilir, Pravoslav kilsəyə ki, o Rusiya ordusunun əskərləri orada xidmət edəsin və ondan sonra da ambar olunub və indi hal-hazırda ümumiyyətlə dəyişdirilir və qeyd eləmək lazımdır ki, 50-ci, 60-cı illərdə çıxan kitablarda, 30-cuda hələ erməni müəllifləri az da olsa bizim abidələri qeyd edirdilər. Ondan sonra isə bütün abidələr erməniləşir, dəyişdirilir. Ümumiyyətlə, Azərbaycan əhalisi qeyd olunur. Halbuki Çələbidə, siz deyən müəlliflərdə, Taverniyədə hamısında yazılır ki, orada qızılbaşlar, türklər sayıları ilə belə göstərir və məhəllələrin adı göstərilir. Bir də sizə təşəkkür bir Sərdar Sarayının bir divarını göstərdiniz. Bilirsiniz ki, Prezidentin sərəncamı ilə 200 illik yükləyini qeyd edirik. Onun işləri olmasaydı, təəssüf ki, biz Sərdar Sarayının necə olduğunu görməyəcəyik. Çünki onun bərpası nəticəsində o panolar bərpa olunub, düzdür, oyunun verdiyi təsvirlər dəyişdirilir, bəziləri tarixi hadisələrlə bağlı, amma gözəllik təravəti qalıb və onun fotoları əsasında, daha doğrusu onun əsərləri arasında hansı Gürcüstanda saxlayıb, biz onu rekonstruksiya edə bilirik. Və yenə də təşəkkür bildirəm ki, siz də dəstək olaraq bu mövzuya toxunursunuz. Çünki təəssüf ki, biz bu dövr haqqında, bu xanı haqqında çox az məlumatlıyıq
və tək əldən səs çıxmaz, necə deyərlər. Və sizə böyük təşəkkür ki, siz bu mövzuna toxunmuşsunuz. Bir də biraz hər şey çıxıb cəzb edirsiniz deyərdim ki, əgər Xalq Bankı nəşriyyədən çıxdığı İrivani kitabı ilə tanış olmaq istəyən şəxslər varsa bankə müraciət edirlər. Həm sərgi var orada, Azər xalça çox gözəl ipək xalçalar toxunub İrivaninin əsərlərinin əsasında. Orada həm sərgi var, həm də kitab təqdim olunur və o kitabla da tanış olurlar. 3 dildə, Rus dili, Azərbaycan dili, İngilis dili. Bir də sizə təşəkkür. Çox sağ olun, xanım. Mən də demək istəyirəm ki, çox demək Xalq Bankı tədbirində biz çoxlarımız olmuşuq. Çox nəfis bir kitab çıxıb, çox həddindən artıq. Yəni, hətta o mətnləri oxuması da vizual baxımdan çox gözəldir. Amma mətnləri də, mən oxudum mətnləri və oxuyuram. Çox sağ olun ki, belə həqiqətən də o mənbələri göstərməklə böyük bir iş görülür sizin də tərəfinizdən. O ki, qaldı kilsə. Gəl, Pottonun xəritəsində kilsənin olduğu qeyd olunur. Mən ümumiyyətlə bu kilsə anlayışını, kilsə bundan qorxmazdım, çəkilməzdim. Bu normal bir şeydir. Əgər bir dini icma harasa gəlirsə, orada öz məbədini tikə bilər. Bu təbiidir. İkinci bir şey var. O kilsənin tarix məsələsi, təbii. Ona desin, onda tarixçilər biz ora gedib onu kökən Alban olub, ya Qriqoryan olub, onu biz bilmirik. İndi müxtəlif alimlər müxtəlif cür deyirlər, amma istər-istəməz xristiyan məbədi olaraq həmin bu kilsənin adı Potton tərəfindən də çəkilir. Normal bir şeydir. Amma söhbət ondan gedir ki, birincisi, o kilsə nə vaxt tikilib və erməni xristiyan icması orada nə vaxt məskunlaşır. Ona görə biz deyirik ki, Rus işğalına qədər uzun bir dövr keçdi. 1500 əvvəllərində tikilən, qurulan qala 1827-yəcən bir əsasən türk-müsəlman əhalisinə ibarət olub. Yenə təkrarlanır. Orada müxtəlif icmalar ola bilərdi. Dəxli yoxdur, icma 10 nəfərdən ibarətdir, 100 nəfərdən. İcma gəlirsə, orada öz dini məbədini tikməlidir. Bu da məntiqidir. Məsələn, Sankt-Peterburqda, düzdür, indi fotolarını çox vermirlər, Peterburqun fotoları arasında gözəl bir meçid var. O, demək, Buxara məçidlərinə, Səmərqənd məçidlərinə oxşayır. Amma biz onu çox görə bilmirik, amma çox gözəl. Mən özüm o meçiddə olmuşam, çox gözəl meçiddir. Onun ümumiyyətlə müsəlman, orada çox oldu, sponsorları tanıyıb, çoxları oldu, sponsorluq edirlər o məçidin tikintisində. Söhbət ondan gedir ki, icma varsa dini məbədi var. Amma dini məbədin olması heç kəsə ixtiyar verməməlidir ki, desin ki, bu elə əzəldə mən burada olmuşam, bu mənimkidir, ən qədimi mənəm, dünyanın bir nömrəlisi mənəm, biz bu söhbətləri yığışdırmaq lazım. Biz olanı da deməliyik, amma obyektiv çalışmalıyıq araşdıraq. Və bizim də məsələn, araşdırmamız ona gedir ki, Pottonun dediyi manastır ki var, manastırı haqqında bir dənə məlumat yoxdur. Amma Potton yazır, indi yazır. Qalada olub, bir partisə kənarda olub. İşarəti də, o latın hərfi də burada biz tapa bilmədik. Ya bəlkə əlimizdə olan xəritə o qədər də keyfiyyətli deyil. O da ola bilər. Amma müqəddəs Anna manastırı haqqında bir dənə məlumat yoxdur. Amma o qeyd edir. Hər halda biz o qeydləri də belə qulaq ardından necə deyirlər, vurmamalıyıq. Təbii ki, böyük əksəriyyət həddindən artıq böyük və faiz etibarıyla götürsün. Kimin olduğu, kimlər yaşadığı da bəlli olur. Abidələrin sayına görə, abidələrin möhtəşəmliyinə görə. Bu qədər. Çox sağ olun. Bəli, buyurun. Cəməksiz sənə gəl. Cəbi Bəhranoğlu. Milli Əllər Hərəkatının tarixçisi, Milli Əllər Hərəkatı. Belə məşhur olur ya, sonra bana dilə düşəsən və hamınızı xoş gördük. Teşekkür ederim ki, böyle bir tədbirata dəvət eləmişsiniz. Görünən hər bir iş bizim bütün o müqəddəs arzumuza, ora qayıtmağımıza şərait yaratır. Çox möhtəşəm iş görmüşsünüz və burada göstərdiklərimizin deyəlim ki, 90% ilə razıyım, amma mən yine qeydlərə də var. Siz burada Rus bayraklarına və Otto və onun üstündə də Fransız bayraklarına istiradən Şopenə hərçən ki, bunun özü Fransız mənşəliydi, çar məqamıydı. Onun verdiyi məqam ki, 8 məscid olub şəhər içində. Amma 8 deyil. Şəhər içində, kənarı deyil.
Yəni 13 Qala içərisində. Yox, Qaladan da kənara bütövlükdə şəhər 13 məscid olub, onun axundlarının adları da bizə indi məlumdur. Yəni biz bunları əldə etmişdik. Və şəhərin əgər tarixini götürsək, bunu əsas 4 mərhələyə bölmək olar. Səfəvi dövrü, yəni 1502-1509-cu ildən başlayaraq gəlir xanlıq dövründə. Xanlıq dövründə siyasi mərkəzi çevrilir. Sonra 1827-ci ilin oktyabrında işğaldan sonraki dövr və 4-cü, sonuncu ən faciəli dövr. Onun için şəhərin siması tamam dəyişir. Bu artıq Sovet dövrüdür. Çünki Sovet dövründə deyəndə çoxlarında belə təsəvvür yaranır ki, hətta bəzilərdə bu nostalgiya hissi yaranır. O ki, dünyanın ən dəhşətli bir siyasi sistemidir ki, xüsusilə Azərbaycan xalqına vurduğu zərbə müqayisəyə gəlmir. Və o cümlədən İrəvan şəhəri ilə bağlı onların eritdiyi siyasət son nəticədə baxımda siz adları sadaladınız. Amma indi geçsəniz, Təbəbaşı məsəlində bir divar parçası şəkilim qabiliyyətli mərqözü də artıq yox edilirlər. Qaldı ki, Göy Məsədə, hörmətli Günət xanımız da çox dəqiq və yerində söylədi. Onu 2016-cı ildə demək, Ermənistan Mədəniyyət Nazirliyinin mülkiyyətində olan bir ərazi kimi veriblər İran səfirliyinə 99 ilə demək ki, icarəyə, amma onlar ondan istifadə edirlər. Və bu günlərdə bir xəbərdə yayıldı ki, artıq yenidən bir də bunun təmirini etmək üçün tamamilə Fars məsəlisi kimi təqdim etmək. Qaldı ki, o adını vermişsiniz etnografiya təqdimsi. Siz Şardinə də iştirak etdiniz və deyir, bu sırf təmiz Azərbaycan güclərinin yaşadığı, yaratdığı bir şəhərdir. O cür Şardin dedi ki, şəhərin əhalisi təmiz İranlı Qızılbaşlardır. Və 16-cı əsrdə, həmçinin o 7-ci əsrdə biz bunu aşkar elədik. Sağ olsun mənim həmkarım Fərəh xanım Hüseyin 1727-ci il Revan rivasının müfəssəl dəftərində orada çox ürəyi şəfas edən ifadə var. İran və Turan, Şirvan və Naxçıvan mülki Azərbaycanın gözünün nuru abıqiyası İran. Ben bu sualı həmişə verirəm, bu qərarı imzalayanların. Qoy, məndən inciməsinlər. Abıqiyanı, nəqət simvolunu, necə qolunuz gəldi, barmağınız tutdu, imza atdınız ki, bunu biz ermənilərə yüzüşdük. Mənim millətimdən soruşdun mu? Mənim şəhərimin əhalisindən soruşdun. 20 nəfərin səsvermə nəticəsində 16 nəfər deyib, 1 nəfər yox deyib, adlarını da verir. 3 nəfər etiraf var. 3 nəfər oradan olan deputat 2 dəfə ərizə yazır. Etiraz ərizəsi yazır. Etməyin bunu. Hətta Osmanlı Paşası, Əmir Paşanın və Tərət Paşanın göndərdiyi məktubda eləməyin. Necə ki, Balqaristan bizim üçün bir yaralı çivar olacaq. Bizi incidəcək. Onlar Amerikanlara və Ruslara söykənib, bizi incitdiyi kimi, bunlar da Amerikanlara və Ruslara söykənib, bizim başımıza bəla olacaqlar. Amma nə deyil? 11 nəfərin imzasılar, məktub imzalayır. Cənab Prezident deyəndə ki, bu cinayət, birisi onu böyük haqqıma söz demək. Bu vaxtdan soruşmuşum. İngiliz vaxtına o şəkilləri düz dediniz. Xəyalən ona səyahət edirsən, gedə bilirsən. Gedə bilirsən. 24-cü ildə Tanayanın rəhbərliyindən şəhərin bütün siması dəyişdi. Bütün siması dəyişdi. Bunun 9 dəyirmanı oldu. Hələ mən karvansaralarını demirəm, ticarət yollarını demirəm. Bilirsiniz, adam baxımda dəhşətə gəlir. Necə həliniz gəldi? Nə üçün qeydiniz? Eləcə də o bilir. Hələ bir məqam var, bunun çoxları toxunmur olur. Gümrü şəhərində 1918-ci mayın 29-unda özü ki bir şey deyil. O ermənilərin istiqlal bəyannaməsi yoxdur.
Eğer 450 kadar xəyanət etmiş Türk dövlətləri, xəyanətində ermənilər toplaşmışlar. O, həmin o xəyanətkarların toplaşmışlığı ərazilərinin idarəçiliyini daşımaq üçün öz üzərinə götürdü. Haqqında yalan var. 30 noyabr, özür istəyirəm, 30 may 1918-ci il və iyunun 1-dən dekabrın 1-dən Türk ordusu oradaydı. Bilmirəm, çoxlarınız okumuşsunuzdur bu Cümhuriyet müqaviləsi, sonra da Aleksandropol müqaviləsi 18 maddəyə ibarət. Allah, mən siz necə deyim, düz danışmaqdan başqa mən başqa şeyi bilmirəm. Bu maddələri bir də oxuyun görün. Türkiyə tərəfi, o zamanki Türkiyə tərəfi hansı öhdəliklərin üzərində götürür. Bu da var. Tarix satıkarlığı, yalanı sevmir. Yalan da olsa çıxacaq. Görürsünüz. Və orada təsəvvür getirin, 8000 kvadrat kilometr ərazi var. Cumhuriyyətin səsi çıxmadı. 18-ci ilin dekabrın ikisindən üçünə gecə ildə imzalanır. Binanın şəkli də var. Hansı binada imzalayır? Səs çıxmaz. 8000 kvadrat kilometr. Deməli, 18-ci ilin dekabrından 20-ci ilin noyabrın 30-una qədər Ermənistan deyilən həmin qondarma qurumun ərazisinin 17.000 kvadrat kilometr. 20-ci ilin noyabrın oktyabrın 30-undan ta 29-cu il fevralın 18-sinə qədər 13.900 kvadrat kilometrdə Sovet Rusiyası Bolşeviklər. Həqiqətlə bir şey dediyim ki, Allah bu binanı inşa edən böyük şəxsiyyətə Tarihi Allah rəhmət eləsin. O böyük bir insan. Demək, təsəvvür getirin, o Bolşeviklərin hər birinin yanında ən az 2-3 ermən var. Bir Bakı əhalinin məhv etmək üçün Leninin, Stalin vasitəsilə burada Şamiyana və Qabrilyana göndərdiyi vəsait miqdarı 83,3 milyon rubl qızıl oldu. Silah aldılar. 2 milyon petrol aldılar. 5 bin tüfeğini aldılar. 2 ay İsrailli Qatar göndərdilər. 14 aylık plan aldılar. Neydi bu Bakı'nın günahının? Əhalisinin günahı. Yaxud İrəvan. Bu bizim müqəddəs şəhərimiz, hansı ki biz oradan gedə bilmirik. 135 bin nəfər qətliydi. 199 kənd şəhəri məhv ediblər. Erməninin silahı vardı. Vardı, kim vermişdi? Pulunu kim vermişdi? Dövləti vardı, yoxdur. Yaxşı, bunları, bu sualları verib, bunun cavabını tapmaq lazımdır. Çox böyük işlər görülür. Siz də sağ olun ki, bunu eləyirsiniz. Amma dünən, yoxsa öyle, Paşinyan Almanya'da verdiği müsaadəsində biz Azərbaycan deyilən bir anlayışı qəbul etdik. İran qabığını dəyişirlər. Amma nə zəhərini, nə də İranlığın dəyişməyəcək. Bilirsiniz mi? Cənab Prezidentin sözlərində çox böyük həqiqət var. Kəlbəcərdə çıxışında çox ince məqamlara toxundu. Bunlar nə ediblər? Bunların heç birisini unutmamaq. Unutmamaq. Belki de burada oturanların, eleşenlerin çoxsu bilir. Bu, onun ata tərəfdən Heydər Əliyevin, Ulu Öndərimizin 3 əmsinin 7 dayısının başını kəsənlər kimdir? Bunları çoxları bilirmi? Həmin o manqurtların çoxsu indi bizə çıxır. Mən geniş bu məsələyə müdaxilə etmək istəmirəm. Amma Rəfailizə çox böyük iş görmüşsün. Müqəddəs bir iş görmüşsən. Yaddaşları təzələmişsən. Ora qayıdışı ümidini artırmışsınız. Müəyyən məqamları var ki, indi dediniz o manastır məsələsini. Bu 1827-ci ildən sonra siz təsəvvür getirin, akaklar deyilən toplu var. 12 cilt ve 13 kitabdır. 7-ci cildin 482-ci səhifəsində belə bir generalın ifadəsi var. Velyaminov Paskeviç yazır. Rus dilindədir, amma mən onu tərcümə elədim Azərbaycan'da. Deyir ki, ermənilər çox biz sırtıq və yaşar millətdir. Bak, özü yazır ha. Как вы знаете, армяне очень хитрые, пронорливые и коварные.
Və onlar öz nifrətləri ilə müsəlmanlara qarşı nifrətlərincə seçilirlər. Yaxşı, bunu Rus generalı deyir. Bizimkilərdən mi olur? Ya bu sənin başını kəsən, qanuna atlanırsan, durub bağışlayacaqsan. Şəxsən mənim üçün, bir Azərbaycan vətəndaşı üçün, bilirsiniz, onlar mənim üçün artıq yox. Yəni, mən erməni deyiləm, bir zümrəni tanımaq istəmirəm. Onların bizə yeganə əlacı var. O torpaqları təşkil. Çünki verilmə və orada qurulmanın özü qeyri-qanunidir. Bizim Avropaçı deyirlər, 18-ci əsrdə qəbul olunan legitimlik hüququ var. Bir xalqın ərazisini tuta bilərsən, işğal edə bilərsən, amma kiməsə verə bilməzsən, o hüquq bizdə pozulub, onu bərpa etmək, belə əsərləri yaratmaqla, belə təqdimatları keçməklə, biz buna, mən qəti şəkildə əminəm ki, Nail Hacı, hörmətli Günay xanım, burada onun hazırladığı, əsas müəllif olduğu kitabın o tarihi oçaq hissəsini mən yazmışım. Ama verirsinizmi? Hər bir atılan addım bizi oraya yaxınlaşdırır. Qaldı ki, siz dediyiniz o məscid ki, Rəcəb Paşa məscidi, bu sülhü məscidi. Qalan, çünki İrəvan əhalisi məhsəb baxımından şiədir. Amma Rəcəb Paşa məscidi yeganə sülhü məscidi ki, sonradan da bunu Yunan Pravoslav, Yunan-Rus Pravoslav kilisesini çevirip orada bunlar işgaldan sonra bir dini merasim geçirdiler. Ona göre de bu meseleleri deyiqləşdirdiksə, bu ərazide, mən o məqamıda vaxtınızı çox aldım, özür istəyirəm, demək, qədim miti yazılara biz istinad edirik. Bu torpaqların məhz Azərbaycan xalqına məxsus olması faktını Aşur, Urartu, demək ki, Akkad, Logobi və digər elam yazılarında adlar eyni gelir. İrəvan adının dəyişməsi 1936-cı iyunun 6-sında verilən qərardan sonra İrəvan. Gördünüz, orada filmdə də göstərdi ki, İrəvan, Rus dilində yazıldı İrəvan. 27-ci bəli. Ona görə də bizim təkcə fiziki cəhətdən deyil, həm də bütün mədəniyyətimizə, millətimizə, onun bütün həyatının sahələrinə elə bir cinayət törədilir ki, o cinayətin məsuliyyəti var və o cinayəti törədənlər də məsuliyyəti cəm edilməlidir. Mən inanıram ki, xalqımız buna Cənab Prezidentimizin rəhbərliyin nazırımız. Teşekkür ederim. Bir daha təbrik ederim. Sağ olun. Çok sağ olun Cəlil müəllim, çok sağ olun. Bəli, buyurun siz. Bizim vaxtımız var değil mi? Çok sağ olun. Çalışacağım biraz. Telman Qasımov, Elmi Araşdırmalar İctimai Birliyi sədri, hərbi siyasi ekspert. Vay müəllim, təşəkkürlər edirik. Çox böyük bir zəhmət qoymusunuz ortalığa. Bu işlər getdikcə artmalıdır. Mən də demək olar ki, belə götürsək, fəaliyyət kimi 37 ildir. Yəni bu sahə üzrə işləmişəm, çalışmışam, yazmışam məqalələr. Amma çox təşəkkürlər edirəm Cənab Prezidentə ki, nəhayət ki, QHT-lər sektoru üçün belə bir qurum yarattı və bu qurum hökumət təşkilatlarına Dövlət Dəstək Agentliyi tərəfindən maliyyə ayrılır və Cənab Prezidentin son çıxışı da parlamentə yenə bir daha qayıtdı ki, bu sahə üzrə işlər, xəbərim var, görülür, kitablar yazılır, filmlər çəkilir, amma bundan sonra daha da artırmaq lazımdır. Və bu bizə çox böyük bir ruh verdi. Mən də dəfələr artıq mənim 5 filmim layihə kimi hazırlanıbdır, təqdimat olunubdur. İrəvanla bağlı və bütün Qərbi Azərbaycanla bağlı. Filmdə demək olar ki, 90% ermənilər danışır. Bir daha sübut edirlər ki, bu şəhər Türklər olublar, məscidləri bu olub, yeri burada olub, Qərbi Azərbaycanın bir kəndləridir, Türklər yaşayırdı, çoxluq onlar idi, neysə. Bu məsələlər Cənab Prezidentin deməli, verdiyi diqqətin əsasında bunlar. Və heç bir gələcək. Mən bir daha təbrik edirəm, əziyyət çəkirsiniz, zəhmət qoymusunuz ortalığa, amma o yanlışlar mütləq düzəldir. O sizlik deyil, amma... Telman müəllim, çox sağ olun.
deyə bilərəm ki, biz artıq istədiyimiz bir nəticəni əldə edə bildik. Mütləq, əsas. Niyə? Bizim elə bu layihəni ərsəyə gətirməyimizin əsas məqsədi o idi ki, bu bir diskussiya səbəb olsun. İnsanlar bunun ətrafında nəyin səhv, əsasən mütəxəssislər, nəyin düzgün olduğunu qeyd edəsin. Çox gözəl. Mən sizdən bir xahişim olacaq. Siz bizim saytda orada bir qovluq olacaq. Öz fikirlərinizi orada yazın. Nə gedirsən? Mənim fikirlərim hamısı çəkildi, hamısı deyildi. Nə lazımdır, köməkli onu edin. Amma yazmaq mənə deyil. Çünki mənim işim bura gedər. Mən gecə saat 3-də 4-də Mən sizə anladım. Biz tamam, belə deyil. Amma bütün hər şey köməkləmək olur. Biz demək gələn il üçün Qeyri-Hükümət Təşkilatları Agentliyinə də bir layihə vermişik. Artıq bizdə biz... Uğurlu olsun. Orada da layihə ondan ibarətdir ki, bəli Nail Qərbi Azərbaycanın mədəni xəritəsi. Artıq bölünmüşük bu xəritə ideyasına. Və sizin orada iradlarınızda təbii ki, mütləq və mütləq biz nəzərə alacaq. Mən hazır. Yenə deyirəm, çox sağ olun, bax, indiki bu tənqidinizə görə, iradlarınıza görə biz elə bunu da istəyirik ki, bir mübahisə olsun. Bir mübahisə nəticəsində həqiqət ortalığa çıxsın. Çox sağ olun. Nailə xanım, buyurun. Nailə xanım, buyurun. Söz verin Nailə xanım. Bizim görkəmli muzey işçimizə, uzun müddət Azərbaycan Milli İncəsənət Muzeyinin baş mühafizəsi, hal-hazırda Azər İlmə Birliyinin mühafizəsi. Düz deyirəm, Nailə xanım, Azər İlmə? Kralın yanındaydı. Azər Xalça? Azər Xalça. Buyurun. Qəşəng kitab baxdırlar, İrəvan Xalçalar. Hörmətli xanımlar və cənablar, çox emosional çıxışlar burada oldu. Yəni, bizim yaramızdır İrəvan xanlığı, bu ərazilər. Mən uşağımdan əslində Bakılıyam, şəhərliyəm, ancaq nənəmdən, babamdan, atamdan, anamdan eşitirdim ki, özləri Bakılılar İrəvan deyirdilər. İrəvan, İrəvanlılar. Həmən bu muzeyin uzun müddət direktor olan Profesör Mehmet Kayseri'de oradan dedi. Və böyüklər evdə danışırdılar ki, biz uşaqlar idik, orada başa düşmürdük. Birinci qaçqınlar, hardan qaçırdılar, ne üçün qaçırdılar? Birinci qaçqınlar Bakıda 19-cu əsrin sonunda olur. Və özü də o İrəvan xanlığının, onun necə deyirlər, davamçıları, orada yaşayanların ən belə, necə deyirlər, sivil общество bu. Qaymağı, cəmiyyətin qaymağı birinci o insanlar Bakıya gəlib. Sonra ikinci axın olub müharibədən sonra, üçüncü axında bizə məlumdur. Mən ancaq bugün bir muzey, sənətim tarixçidir, mən universiteti bitirmişəm. Ancaq həyatımın 50 ildir mən muzey işinə həsr etmişəm və onun çox hissəsini Azərbaycan Milli İncəsənət Muzeyinin baş mühafizə olmuşam. Və mən hamımızı biraz sakitləşdirmək istəyirəm. Nə barədə? Bizim ağırlı yerimiz olan İrəvan xanlığının o torpaqları yadigarı olan Mirzə Qədim İrəvanidir. Və biz fəxr eləməliyik ki, Azərbaycanın Milli İncəsənət Muzeyində onun 20-dən artıq özünün əsərləri var. Və bu əsərləri onun gəlini, oğlunun həyat yoldaşı Fatma xanım Qədirbəyeva 34, 35, 36-cı illərdə o vaxt Dövlət İncəsənət Muzeyinə təhvil verir. Və deyib ki, onlar deməli İrəvan xanlığından çıxanda Mirzə Qədimin 100-ə yaxın əsəri qalır. Amma Bakıya gəlib çatanda 25-26 əsər çatır. Bu əsərlər uzun illər daimi Azərbaycan Milli İncəsənət Muzeyinin ekspozisiyasında olur. Və hər dəfə biz danışanda, yəni biz deyəndə ki, bələdçilərimiz, o cümlədən mən özümdə danışanda, biz həmişə qeyd edirdik ki, Mirzə Qədim İrəvani və bizə Rusiyadan gələnlər, turistlər, Avropadan, Sovet məkanında, ermənilər, türklər deyirdilər ki, siz niyə yazırsınız İrəvani? Mənim özümə Ermitajda sual verdilər. Niyə? Baxıcıydı qadın, yaşlı qadın, gördü ki, mən maraqlanıram. Dedi ki, mən Paskevich İrvanski'də bilirsiniz, onun böyük paragrafı var, Ermitajın görkəmli yerində. O baxıcı qadın qayıtdı mənə, dedi ki, siz muzey işçisiniz, dedim bəli. Dedi, haradansınız? Dedim, Bakıdan. Dedim ki,
dedi ki ermənilər gəlib deyir ki, burada Paskeviç Erivanski yok, Paskeviç Yerivanski yazmaq lazımdır. Mən dərhal bundan tuttum. Elmi İşlər üzrə direktor müavini ilə yaxınlaşdım. Dedim ki, mən rus diliyəm, mən rusça izah edeyim sizə ki, Erivan sözünü bütün açıqçalarda, bütün mənbələrdə Azərbaycanlılar yazmıyorlar. Erivan sözünü Ruslar Rus imperiyasıdır. Azərbaycanlılar İrevani deyirlər. Paskeviç'e de o titulu Azerbaycanlılar vermeyip, ona Rus imperiyası veriyor. Ona göre de onda çıkır ki, Paskeviç Erivanski'nin adını da siz değişmelisiniz. Yani ki bu publikle, sonra da İran İncəsənətinə ait kitap çıkmıştı, orada fundamental sergi olmuştu. Fəxrlə deyə bilərəm ki, Mirzə Qədir İrevani'nin Kadın Bey adında deməli, güzgü üçün qutusu orada saxlanılır. Biz hamı bilirik ki, kim bu işlə məşğuldur ki, o Kalevski asessoridir. Lütfiydi o vaxt. Aşağı da olsa ancaq Lütfiydi de Pushkin'in özü də elə lütfen taşırdı. Və Kadın Bey orada yazır, hütlərdə yazılır, Kadın Bey. Kalevski asessor. Mən bu mənim qismət oldu, mən Ermitajda oldum. O güzgünü bu tədbirlərlə bağlı, bu kitabla bağlı əlimə aldım. Çok güzel bir eserdi. Ben de orada biz izah ederdik onlara, daha doğrusu sübut ederdik ki,